Salam, xoş gördük hər biriniz dəyərli izləyicilər. Mən Mətanət Nəbiyeva sizlərə bugün inteqrasiya üzrə ixtisaslardan Taimin 2026 test bankından nümunələri izah edəcəm. İlk sualımız biologiya fənni ilə başlayır. Müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzərində ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüyünün niyə fərqli olduğunu izah etməyi və amillərin temperaturdur, yağıntıdır, canlıların yayılmasına təsiri barədə bir nəticə çıxarmağı tapşırır. Buradan müəllimlər biz asanlıqla xəritədən bəhs olunduğuna görə coğrafiya və canlılardan bəhs olunduğuna görə biologiyanın komponentlərini görə bilərik. Yəni uyğun inteqrasiya modelimiz fənlər arası biologiya və coğrafiyanın əlaqələnməsidir. Növbəti test sualımız deməli, şagirdlərə tapşırılır ki, məktəbin həyətində və yaxud da ki, evlərin ətrafında rast gəlinən iki fərqli bitki növünü seçsinlər. Onlar bu bitkilərin böyüdüyü mühiti, şəraiti müşahidə etsin, bitkilərin yarpaq quruluşunu və xarici görünüşündəki fərqləri qeyd edib, bu fərqlərin mühitlə necə əlaqəli ola biləcəyini izah etməlidirlər. Burada biz inteqrasiyanın növünü tapmalıyıq. Bəzən müəllimlər burada fikirləşir ki, həyatla bağlıdır, fənnisti götürək, amma bu hələ tapşırıq kimi verilib. İcra olunmayıb. İcra olunsaydı mən sizinlə razı. Praktik olaraq, problemi olaraq yerinə yetirilsəydi, o zaman götürə bilərdik fənnisti. Amma burada eyni fənnin daxilində, biologiya fənninin daxilində inteqrasiyadan söhbət gedir. Bu, müxtəlif fənlərlə əlaqələnmədiyi üçün fənlər arası, fənnin üstünü çıxırıq. Müxtəlif siniflərlə əlaqələnmədiyi üçün şagirdin də çıxırıq, yerdə qalır fənn daxili üfüqi. Yəni, proses eyni sinif daxilində baş verir, eyni tədris ilində baş verir. Düzdürmü? Biologiyada məzmun xəttləri arasında olan əlaqələnmədir. Biologiya müəllimləri yəqin ki, bunu görə bildi. Üçüncü sualımız, sual 3. Şagirdlərdən müxtəlif canlılarda, fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətlərini nəzərə alaraq tənəffüs orqanlarındakı fərqləri hansı funksional üstünlüklər yaratdığını müəyyənləşdirməlidirlər və bu uyğunlaşmaların canlıların yanaşmasına necə xidmət etdiyini əsaslandırmalıdır. Burada da inteqrasiyanın növünü tapırıq. Deməli, canlılardan bəhs olunur, tənəffüsdən bəhs olunur, onların yaşadığı mühitdən bəhs olunur, funksional üstünlüklərdən bəhs olunur və canlıların yaşayışı. Düzdürmü? Bu biologiya ilə bağlı komponentlərdir. Amma təbii zonalardan bəhs olunduğu üçün təbii zonalar coğrafiya ilə bağlıdır. Yenə biz burada fənlər arası inteqrasiya götürə bilərik. Və eyni zamanda əgər diqqətli olsaq, burada biologiyanın müxtəlif komponentləri arasında da əlaqə var. Yəni, həm fənnin daxilində inteqrasiya var, həm fənlərin arasında inteqrasiya var. Düzgün cavabımız olacaq A bəndi. Baxın, yəni müxtəlif canlılardan bəhs etdiyi üçün bioloji, təbii zonalardan bəhs etdiyi üçün də biz bunu götürürük. Necə? Fənlər arası inteqrasiya və eyni fənnin daxilində inteqrasiya getdiyi üçün, yəni biologiyanın müxtəlif mövzuları, fənlər arasında coğrafiya ilə mühit anlayışı ilə bağlı olduğuna görə ən uyğun gələn cavabımız olacaq A bəndi. Sonra dördüncü sual. Dördüncü sualda son günlər məktəbin bir neçə şagirdi dərsdə tez yorulduqlarını, idman dərsində nəfəs darlığı yaşadıqlarını və diqqətin dərslərə cəlb etməkdə çətinlik çəkdiyini deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi, fiziki aktivliklə bağlı araşdırma aparır, riskli halları müəyyən edir, sağlam həyat tərzi ilə bağlı rejim hazırlanır. Ümumiyyətlə, mən sizə demişdim ki, rejimin hazırlanması, dəyərə çevrilmə, real həyatda tətbiqdən söhbət gedirsə, baxın, burada şagirdlər praktik olaraq tətbiq edir, düzdürmü? Praktik tətbiq var. Praktik tətbiq, əyani nümayiş. Bu, fənn üstü inteqrasiya ilə bağlıdır. Keçirik növbəti fizika fənni ilə bağlı tapşırıqlara. Sual 1-də bizdən nə istənilir? Şagirdlərdən laboratoriya işi zamanı elektrik cərəyanının metal, maye, qaz mühitlərində necə yarandıqlarını müşahidə etmələri,
Buna əsaslanaraq cəryanın hansı mühitdə daha asan, hansı şəraitdə daha çətin keçdiyini ümumiləşdirib nəticə çıxarmaq tapşırılır. Burada hansı inteqrasiyadan söhbət gedib? Burada müəllimlər ancaq fizika fənninin daxilində və eyni sinif daxilində inteqrasiya getdiyi üçün daha çox biz bunu fən daxili üfüqə götürə bilərik. Yəni həm məzmun xəttləri, həm də eyni sinifdə. Əgər müxtəlif mövzulara əlaqələnsəydi, sən ona şaquli kimi baxa bilərdin. Burada müxtəlif mövzuların əlaqələnməsi yoxdur. Laboratoriya işidir. Burada elektrik cəryanı, metal, maye, qaz mühitlərində necə yarandığını müşahidə edir eyni sinifdə. Buna əsaslanaraq nə edir? Hansı şəraitdə daha çətin keçdiyini ümumiləşdirir. Eyni sinif olduğu üçün götürəcəksiniz nə? Fən daxili və üfüqi. İndi ola bilər digər ixtisas sahibləri bunu tapmaqda çətin olsun, amma öz fənninizdən situasiyalar düşəcəyinə görə hər hansı bir çətinlik yaşayacağınızı sanmıram. Növbəti sual 2. Məsafə və zaman göstəricilərinə əsaslanaraq sürətli hesablayan. Nəticəyə görə cismin hərəkətinin xarakterini müəyyənləşdirin. Cismin hərəkəti fizika ilə bağlı, hesablamaq riyaziyyatla bağlı. Burada riyaziyyat plus fizika fənləri inteqrasiya etmişdir. Yəni düzgün cavabımız fənlər arası inteqrasiya olacaq. Sual 3. Deməli, 3-cü sualda verilmiş nüvə bölünməsini və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Reaksiyada kütlə defektinin necə yarandığını izah edin. Həmçinin başlanğıc və son məhsulları maddələrin çevrilməsi baxımından müqayisə edərək bu çevrilməni enerji ayrılması ilə əlaqəsini açıqlayın. Burada biz inteqrasiyanı tapırıq. Deməli, nüvə bölünməsi, sintez reaksiyası, enerji, kütlə defektinin necə yarandığını izah edin. Həmçinin başlanğıc, son məhsulları, maddələrin çevrilməsi baxımından enerji ayrılması ilə bunu əlaqələndirin. Burada inteqrasiya modelini biz tapmışıq. Burada müəllimlər fizika və kimya fənlərinin inteqrasiyasından söhbət gedir. Yəni nüvə bölünməsi, nüvə sintezi, kütlə defekti, səhv etmirəmsə bunlar fizikadadır. Başlanğıc son maddələr, maddə çevrilməsi, reaksiyalar, bunları biz kimyada görə bilirik. Yəni iki fənnin arasında olan inteqrasiyamız bizim necə inteqrasiyadır? Fənlər arası inteqrasiya. Fizikadan sonuncu 4-cü sualımız. Deməli, məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarı bu artıq bir problemdir. Su itkisinin baş verdiyi müşahidə olunur. Bu həm su israfına, həm də əlavə xərclərə səbəb olur. Problemin aradan qaldırılması üçün deməli, bir araşdırma aparılmalıdır. Bir də texnoloji həll yolu hazırlanmaq lazımdır. Müəllimlər, ümumiyyətlə, müəyyən bir problem varsa, həmin problemi həll eləmək üçün işlərin görülməyi və yaxud da ki, müəyyən həll yolunun hazırlanması, bunlar fənüstü inteqrasiya ilə bağlıdır. Biz demişdik ki, fənüstü inteqrasiyada real tətbiq, əyani göstəriş olmalıdır. İkinci qol kimi biz ona problem kimi baxaraq ki, bu situasiyada artıq o suyun axması problemdir. Həqiqətən də böyük bir problemdir. Su israfına gətirib çıxarır. Üçüncü qolu hər hansı bir xüsusiyyətlərin dəyərə çevrilməsidir. Burada da müəllimlər gördüyümüz kimi bir problem var. Su israfı var. Burada kran bağlanmır. O problemi həll eləmək üçün yol fikirləşir. Problemimiz bizim həyat ola bilər, çirklənmə ola bilər və yaxud da ki, nə bilim, qlobal müharibələr ola bilər və s. və s. Yəni bu tipli inteqrasiyalarımız bizim fən üstü inteqrasiya sayılır. Növbəti 3-cü fənnimiz olacaq informatika. İnformatikada bizdən nə istənilir? Şagird regiona aid coğrafi məlumatları GIS proqramında xəritə üzərində yerləşdirir. Məlumat qatlarını təhlil edir, nəticələri verilənlərin emalı və vizuallaşdırılması baxımından qısa şəkildə izah edirlər. Təbii ki, burada birbaşa əksər müəllimlərimiz heç fənninin informatikaya aidiyyatı olmasa da proqram və xəritə. Proqram informatika ilə bağlıdır, xəritə nə ilə bağlıdır? Coğrafiya, yəni asanlıqla görə bilirik ki, bu inteqrasiya modelimiz fənlər arası inteqrasiyadır. Sual 2.
Sual 2-yə baxaq. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını, tarixlərini siyahı şəklində qeyd edirlər. Bu siyahını qruplaşdıraraq sistemli informasiya halına salır. Daha sonra həmin informasiyadan istifadə etməklə müəyyən tarixdə keçirilən tədbiri tap əməliyyatını izah edən sadə alqoritm tətbiq edilir. Bunu da yadda saxlayırıq ki, bu deməli eyni tədris ilində baş verən hərəkətlər olduğu üçün, baş verən fəaliyyətlər olduğu üçün burada yəni tarix sözünə siz belə deyim, önəm vermirsiniz. Bu sizin bildiyiniz tarix deyil. Bu sadəcə informatika fənnində eyni tədris ilində baş verən fəaliyyətlərdir. Eyni tədris ilində baş verən fəaliyyətlər olduğu üçün fəndaxili üfüqi inteqrasiya götürməyiniz daha məqsədə uyğundur. Baxırıq 3-ə. Sual 3-də. Şagird əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama alqoritmini qurur. Daha sonra proqramda sətir tipli verilənlər və məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğunu, böyük-kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan təkmil bir proqram hazırlayır. Bu inteqrasiyamız bizim hansı inteqrasiyadır? Deməli, deyir ki, əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama alqoritmini qurur. Yəni, sadə qrup, düzdürmü? Sadə qrup. Daha sonra proqrama sətir tipli verilənlər daha mürəkkəbə doğru gəldi. Sətir tipli verilənlər və məntiqi ifadələrdən istifadə etməklə parolun uzunluğu, böyük-kiçik hərflərin, rəqəmlərin, xüsusi simvolların mövcudluğunu yoxlayan təkmil proqram. Birinci bax, sadə. Sadədən keçdi ortaya, düzdürmü? Ortaya keçəndən sonra 3-cü etap kimi artıq o proqramı neynədir? Təkmilləşdirdi. Biz də qeyd eləmişdik ki, bizim şaquli inteqrasiyamız getdikcə prosesin sadədən, çünki 5-ci sinifdə sadə versiyasını keçirəm, 6-cı sinifdə genişlənir və yaxud da 8-ci sinifdə onun daha dərin versiyasını öyrənir şagird. Burada da mahiyyət etibarıyla ondan söhbət gedir, yəni mürəkkəbə doğru getmək, şaquli inteqrasiya. Növbəti, şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında bir məqalə təqdim olunur. Mövzu üzərində araşdırma işi aparılır, tapşırılır. Daha sonra onlar istifadə olunmayan telefon, planşet, kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərləşdirilməsi ilə bağlı layihə hazırlayırlar. Bax, bu layihəmiz bizim layihə. Həyatla bağlı layihədir. Burada şagirdlər praktik olaraq işi yerinə yetiriblər. Baxın, artıq layihə hazırlayıblar. Təhlükəsiz, düzgün zərərləşdirilməsi ilə bağlı. Çünki həyati bir layihədir, həyati problemdir. Ona görə biz bu inteqrasiyanı fənn-üstü inteqrasiya götürə bilərik. Sonra keçid edirəm növbəti sualı. Ümid edirəm ki, aydın oldu. Riyaziyyat fənni. Riyaziyyatda deməli 1. Müəllim şagirdlərə nə edir? Bir saniyə. Müəllim şagirdlərə bərabər sürətli hərəkət edən cismin müəyyən zaman intervalında qət etdiyi məsafəni göstərən cədvəl təqdim edir və onlarda bu məlumatlara əsasən sürətli hesablamağı, məsafə zaman qrafiki qurmağı, qrafikə əsasən cismin hərəkət xarakterini izah etməyi tapşırır. Burada inteqrasiyanın növü. Deməli, bərabər sürətli hərəkət edən cisim fizikadır. Hesablama varsa, bu da riyaziyyatdır. Təbii ki, biz bura çox uzağa getmədən fənlər arası inteqrasiya, yəni fizika ilə riyaziyyatın əlaqələnməsini, inteqrasiyasını görə bilirik. Sual 2. Müəllim şagirdlərə 2 metr uzunluğunda olan taxta parçasını hər biri 25 sm olan bərabər hissələrə böləcəyini bildirir. Şagirdlər əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirməyi, daha sonra neçə hissəyə böləcəyini hesablamağı tapşırır. Gəlin görək burada inteqrasiyanın hansı növündən. Burada müəllimlər, biz inteqrasiyanı rahatlıqla müşahidə edirik ki, bu eyni sinif daxilində baş verir. Yəni, hər hansı sadə əməliyyatdan mürəkkəb əməliyyata doğru getmək yoxdur. Eyni sinifdə verdiklərini tətbiq edir. Düzdürmü? Eyni tədris ilində baş verir. Ona görə biz bunu fənn daxili üfüqi kimi götürərik. Şaquli sadədən mürəkkəbədir. Sadə mürəkkəb. Düzdürmü?
Fənnisti olması üçün bir problem olması lazımdır. Problem yoxdur. Real tətbiqlə bağlıdır. Burada hələ tapşırıb müəllim, real tətbiq yoxdur. Ancaq riyaziyyatın komponentləri arasında əlaqələnmədir. Ona görə fənlər arası da yoxdur. Düzdürmü? C variantı da heç düzgün deyil. Bunu onsuz da bilirsiniz. Keçirəm sual 3. Sual 3-də deməli, müəllim şagirdlərə dəyişənli ifadələr, bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənlər əsasında asılılığı ifadə edən sadə xətli model qurmağı və həmin modeldən istifadə edərək verilmiş situasiyaya uyğun nəticə çıxarmağı tapşırır. Bu tapşırıqda hansı inteqrasiyadan istifadə olunur? Bax, ədədin deməli, şagirdlərə dəyişənli ifadələr, bu ifadələrin ədədi qiymətinin tapılması ilə bağlı biliklərə əsaslanır. Deməli, bunu öncəki sinifdə keçib, məsələn də götürək bunu keçib nümunə deyirəm. 5-ci sinifdə keçib və daha sonra xətti model qrup, yəni sadə modeldən, daha öncə öyrəndiyi modeldən mürəkkəbə doğru gəlib. Deməli, biz burada necə inteqrasiya axtara bilərik? Təbii ki, şaquli inteqrasiya. Daha öncə keçdiklərinə əsaslanaraq mürəkkəb əməliyyatı yerinə yetirirsənsə, bu şaquli inteqrasiya olacaq. Sonuncu riyaziyyatla bağlı sualımız, deməli, burada bizdən nə istənilir? Şagird dərslərində gerilənmə müşahidə edir. Bunun səbəblərini araşdırdıqda gündəlik telefondan düzənsiz istifadə etdiyini müəyyənləşdirir. Aha, burada biz artıq bir problem görürük. Bu problemi həll etmək üçün gündəlik plan qurur. Gün ərzində dərsə və istirahətə ayırdığı vaxtı, həmçinin ekran qarşısında keçirdiyi vaxtı qeyd edir. Bu məlumatları həftəlik analiz edərək orta vaxtı hesablayır. Düzgün qrafik, yəni problem varsa, problemi həll etmək üçün planın qurulması, layihənin icra olunması, layihənin planlanması, bunların hər biri hansı inteqrasiyaya daxildir? Fənn üstü inteqrasiya. Dedik ki, problemdir, tətbiq olunma, icradır, əyani nümayişdir. Bax, bunların hər biri fənn üstü inteqrasiya modelinə daxildir. Tarix dərsində müəllim, sevimli fənnimə gəldi, öz fənnimə, İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyə tapşırır. O marşrutu xəritədə planlaşdırır, bir saniyə. Səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir. Bu yolun şəhərlərin inkişafına təsirini müzakirə edilir. Bax, burada tarix, İpək yolu, coğrafiya xəritədirsə, hansı inteqrasiya olacaq? Təbii ki, fənlər arası inteqrasiya. Növbəti, keçirəm sual 2. Şagirdlərə qədim Misrə aid xəritə və qısa mətnlər təqdim olunur. Onlar xəritəyə əsaslanaraq qədim Misrin yerləşdiyi ərazini və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranması səbəblərini müəyyənləşdirirlər. Burada inteqrasiyanın hansı növündən istifadə olunub? Deməli, müəllimlər, qədim Misirə aid xəritədən söhbət gedir. Düzdürmü? Bir saniyə, qələmimizi aktivləşdirək. Xəritədən söhbət gedirsə, burada mən coğrafiyanın elementini gördüm. Düzdür, ona görə avtomatik fənn daxili olanları, yəni fənlər arası olmayanları çıxdım. Fənn üstündə xüsusiyyəti yoxdur. Ona görə bizdə yerdə qalır C və Y variantları. Amma burada görürük ki, bax, Misirin yerləşdiyi ərazidən, dövlətdən, eyni zamanda hakimiyyətdən, yəni tarixin məzmun xətləri hansılardır? Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Burada Misirin məkanından və yaxud da ki, ola bilər Misirin mədəniyyətindən və yaxud da ki, Misirin fironlarından söhbət gedə bilər ki, yəni burada da biz məzmun xətləri arasındakı əlaqələnməni görürük. Yəni, üfüqi, fənn daxili və coğrafiya, tarix əlaqələnməsi fənn üstü modelimiz situasiyanın ən düzgün cavabı hesab olunur. Sual 3. Sual 3-də bizdən nə istənilir? Şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış, biri erkən dövrə, digəri 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq, onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağa
əsaslandırmaq tapşırılır. Burada inteqrasiyanın təbii ki, burada tarixdir, düzdürmü? Tarix olduğuna görə deyir, biri erkən dövrə, biri isə 19-cu əsrin birinci yarısına. Bu fəndaxili inteqrasiyamızdır. Fəndaxili inteqrasiyada Şaquli modeli. Burada Şaquli modeli verilmədiyinə görə mən A variantını seçə bilərəm. Yəni, yalnız tarixi bilgilərdir. 4-də baxırıq. 4-də. Deməli, yaşadığımız şəhərdə bir qədim qala, onun ətrafında tarixi ərazi turizmin inkişafı məqsədi ilə bərpa olunacaq. Şagird həm ərazinin tarixi önəmi, həm mədəni irsi qorunma yolları, həm də davamlı turizmi əks etdirən plan hazırlayır. Bax, biz demişdik ki, hər hansı əraziyə ekskursiya, səfər, tarixi abidələr ola bilər. Və yaxud da ki, onlarla bağlı tutalım ki, gedə bilərsiniz müxtəlif araşdırma məkanlarına, arxeoloji məkanlara. Və yaxud da ki, onlarla bağlı planın, layihənin hazırlanması, problem olsa problemə köklənmə. Bunlar hansı inteqrasiya ilə bağlı olur müəllimə? Fənüstü inteqrasiya, düzdürmü? Fənüstü burada bizim deməli 2 variantımız da var. Deməli, yaşadığımız bu tarixin xüsusiyyətləri olduğuna görə biz burada həm də fəndaxili inteqrasiyanı görürük. Fəndaxili inteqrasiya həmçində məkandan bəhs olunduğu üçün, bu da coğrafiyanın deməli xüsusiyyətləridir. Coğrafiyanın xüsusiyyətləri olduğuna görə, düzdürmü, turizm coğrafiya ilə bağlıdır. Bunu biz fənlər arası götürə bilərik. Bir balaca diqqətli olaq. Fənlər, deməli, fən daxili, fənlər arası və üçüncüdə fənüstü götürə bilərik. Düzgün cavabımız C variantı. Başa düşdünüz nəyə görə? Həm tarix daxili əlaqələnmə var. Həm tarix coğrafiya əlaqələnməsi var. Həm də ki, real planın hazırlanması var. Düzdürmü? Ona görə də biz bunu fənüstü götürməyimiz daha məqsədə uyğundur. Növbəti keçirəm kimyaya. Kimyada şagirdlərə müəyyən maddələrin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlardan temperatur artdıqca maddələrin hissəciklərinin hərəkətinin necə dəyişdiyini izah etmələri, bu prosesdə maddələrin daxili quruluşunda baş verən dəyişiklikləri təsvir etmələri, istilik miqdarının maddənin hal dəyişməsinə təsirini əsaslandırmağını tapşırır. Burada biz inteqrasiya modelini tapmalıyıq. Deməli, bu kimya və səhv etmirəmsə, burada yenə də ixtisas müəllimləri dəqiq bilər. Fizikanın əlaqələnməsi var. Kimya və 2 fənnin əlaqələnməsi olduğu üçün biz bunu fənlər arası inteqrasiya kimi götürə bilərik. Sual 2. Şagirdlərə müəyyən qatılıqlı duz məhlul verilir. Onlardan məhsulun qatılığını hesablanmaq, daha sonra su əlavə etdikdə qatılığın necə dəyişdiyini müəyyənləşdirmək və bu dəyişikliklərin məhlulun kimyəvi xassələrinə necə təsir etdiyini izah etmək tələb olunur. Burada inteqrasiyanın hansı növü var? Müəllimlər, bu eyni fənnin daxilində olan inteqrasiya olduğu üçün mən bunu fən daxili üfüqi inteqrasiya götürürəm. Amma əgər mən subyektiv fikrimi soruşası olsanız, burada hesablanmaq sözü də var. Həmçinin burada fən daxili üfüqi ilə bağlı bir fənlər arası verilsəydi də daha doğru olardı kimi fikirləşirəm. Yəni hesablamaq var və eyni zamanda eyni fənnin daxilində, eyni sinifdə bir inteqrasiya var, düzdürmü? Bu inteqrasiyamızı biz deməli nə edirik? Hesablayırıq və fənlər arası götürməyimiz fən daxili ilə bir yerdə daha uyğun olardı deyə fikirləşirəm. Yəni mənim şəxsi fikrimdir. Yəni daha uyğun variant odur. Amma variantlar arasında yoxdur. 3-ə keçirik. 3. Verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinifinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyalarda necə davrandığını izah edin. Sonda həmin reaksiyaların hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Deməli, bax əsasən, nəyəsə əsasən eləyiriksə, bunu düzdür 100% qayda kimi götürməyin. Əgər biz nəyəsə əsasən hansısa mürəkkəb prosesi icra eləyiriksə, deməli onun sadə versiyasını öncə öyrənmişik, düzdürmü? Sadədən mürəkkəbə doğru gəldiyimiz proses bizim Şaquli inteqrasiyadır. Yəni düzgün cavabımız olacaq D bəndi. 4. 4-də nə deyilir bizə?
Məktəb heyətinin bir hissəsində ağacların yarpağında saralma müşahidə olunur. Şagird torpaq nümunələri, su nümunələrini analiz edərək səbəbi araşdırır. Nəticəni dəyərləndirir. Ağacların sağlam inkişafı üçün tədbir planı hazırlayır. Burada şagird nə edib müəllimlər? Real olaraq belə deyim də, real olaraq iş görüb, düzdürmü? Real iş olduğuna görə biz bunu fənn üstü götürə bilərik. Fənn üstü hansı variantlarımızda var? Deməli 4 variantımız da var. 4 variantımız da var. Bir daha diqqətli oluruq. Məktəb heyətinin bir hissəsində ağacların yarpaqlarında saralma müşahidə olunur. Şagird torpaq və su nümunələrini analiz edərək səbəbi araşdırır. Nəticəni dəyərləndirir və ağacların sağlam inkişafı üçün tədbir planı hazırlayır. Burada indi deyirsiniz ki, fənlər arası da var. Fən də, məsələn, biologiya və kimyanın əlaqələnməsidir. Ona görə biokimya əlaqələnməsi olduğu üçün ən uyğun cavab kimi götürə bilərik Y bəndini. Yəni, fənlər arası və fənn üstü. Real həyatla bağlı olduğu üçün fənn üstü, biologiya və kimya əlaqələnməyi olduğu üçün götürə bilərik nə? Fənlər arası. Növbəti başlayırıq coğrafiya fənnindən. Coğrafiyada şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazilərin xəritəsi təqdim olunur. Yəni, burada baxan kimi artıq mən fənlər arası inteqrasiyanı gördüm. Çay vadiləri, düzənliklər, dağ ətəyində yerləşməsinin uzun-uzadı oxumuram. Qədim yaşayış məskənləri və coğrafi xəritə. Hansı fənlər arasında inteqrasiya olacaq? Tarix və coğrafiya arasında. Sual 2, yəni sadə suallarda çox da dərinə getməyəcəm, vaxtınızı almayacam, nəzərə alarsınız bunu. Şagirdlərə Azərbaycanın fiziki xəritəsi təqdim olunur. Düzdürmü? Təqdim olunandan sonra onların ölkənin dağlıq və düzənlik ərazilərini müəyyənləşdirməyi, bu ərazilərdə əhalinin məskunlaşmasının niyə fərqli olduğunu izah etmək tələb olunur. Burada deməli siz nə edəcəksiniz? İnteqrasiyanın növünü müəyyən edəcəksiniz. Bu, eyni sinif daxilində olan inteqrasiya olduğu üçün biz bunu fiziki xəritə, insanların yerləşməsi, ona görə fənn daxilinin üfüqi modelinə daha uyğun olaraq götürürük. Düzgün cavabımız D bəndi. Yəni, eyni sinif daxilindədir. Mürəkkəb bir variant yoxdur. Real həyatla əlaqələnmək yoxdur. Ona görə A, B variantlarımız gedir. İki fənnin arasında əlaqələnmə yoxdur. Fənn üstü olanı çıxırıq. Yəni, eyni fənnin daxilində olan əlaqələnmə olacağına görə ən uyğun gələn cavabımız olacaq D bəndi. Sual 3. Şagirdlərə Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan küləklərin istiqaməti və sürəti ilə bağlı məlumatlar təqdim olunur. Onların küləyin əsasən hansı ərazilərdə daha güclü əsdiyini müəyyənləşdirməyi, bu halın hava təzyiqi ilə fərqlərin necə əlaqəli olduğunu izah etməyi tapşırır. Bu da coğrafiya ilə bağlı elementlərdir. Coğrafiya ilə bağlı elementlər olduğuna görə bu fənn daxili inteqrasiyaya daha yaxındır. Yəni, baxın, küləkdir, küləyin istiqamətidir, küləyin sürətidir, hansı zonada əsir. Yəni, bu coğrafiya ilə bağlı məlumatlardır. Ona görə coğrafi əlaqələnmə fənn daxili inteqrasiyadır. 4. 4-də deməli bizdən nə soruşur? Bir saniyə. Təsəvvür edin ki, sizin yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsuldarlıq azalır. Ərazinin iqlim və torpaq xüsusiyyətlərini nəzərə alaraq bu şəraitə uyğun bitki növlərini seçin və yerli əhali üçün uyğun olan kənd təsərrüfatı üsulları təklif edin. Təklif etdiyiniz üsulları torpağın münbitliyinə və su ehtiyatına, ekosistemə təsirini izah edin. Burada təsəvvür edin sözü olduğuna görə, yəni praktik olaraq həyata keçirilməyən inteqrasiya, fənn üstü inteqrasiya hesab oluna bilməz. Mən bilirəm, bu testdə təsəvvürü götürüblər fənn üstü inteqrasiya. Öz fikrimi bildirəcəm müəlliflərə də. Yəni, təsəvvürdə canlandırılan inteqrasiya, tətbiq olunmayan və yaxud da ki, problemə yönəlməyən inteqrasiya fənn üstü inteqrasiya hesab olunmur. Burada daha çox fənnin daxilində və iki fənnin arasında olan inteqrasiya ən uyğun gələn cavabımızdır. Yəni, C variantının seçilməyə variantlar arasında daha uyğun olar. Çünki biz dedik axı, təsəvvürdə canlandırılan inteqrasiya, keçən Artini nümunələrində, MEG imtahanı nümunələrində biz bunu gördük ki, təsəvvür
təsəvvürdə canlandırılan xüsusiyyətləri biz fənn üstü inteqrasiyaya götürmədik. Yəni burada da əgər götürsək, ümumi son verilən qaydadan kənara çıxmış oluruq. Ona görə uyğun gələn cavabı C kimi götürməyimiz daha məqsədə uyğundur. Yəni ümid edirəm ki, fikirlərim aydın oldu nəyə görə. Bəzən ola bilir testlərdə cavab yanlışlıqları və yaxud da ki, düşüncə yanlışlıqları. Yəni hal-hazırda verilən bu testin cavabı ilə B variantı olaraq verilib, mən razı deyiləm. Sonra Azərbaycan dilinə keçirik. Azərbaycan dilində müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözlərin cümlədəki nitq hissələrinə görə təhlil etməyi və mətndəki üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Nümunədə inteqrasiyanın növü. Məncə bu ancaq Azərbaycan dili, nitq hissələri, söz birləşmələri, yəni eyni fənnin daxilində inteqrasiyadır. Düzdürmü? Azərbaycan dilinin elementlərindən söhbət gedir. 2-yə baxırıq. Müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi, həmin fikri əsaslandırmağı və mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmağı tapşırır. Burada da yenə də müəllimlər fənn daxili inteqrasiya olacaq. Yəni eyni fənnin daxilindədir, Azərbaycan dilinin tərkibindən söhbət gedir. Çünki nə edirik? Fikir müəyyənləşdiririk, əsaslandırırıq, qısa yazılı nəticə formalaşdırırıq. Bu fənn daxili inteqrasiyadır. 3-də nədən söhbət gedir? Müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqındakı mətni oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi və mətndəki məlumatlar əsasında bölgələrdən birini təsvir edən esse yazmağı tapşırır. Hansı inteqrasiya olacaq? Azərbaycanın təbii bölgələri haqqında mətni oxuyursan, işlənmiş terminin mənasını izah edirsən, mətndəki məlumatlar əsasında bölgələrdən birini. Bu daha çox coğrafiya və Azərbaycan dilinə əlaqələnməsidir. Biz buna baxa bilərik fənlər arası və Azərbaycan dilinin öz komponentləri olduğu üçün də fənn daxili inteqrasiya kimi də görə bilərik. Çünki bax Azərbaycan dilində mətni oxuyur, terminin mənasını izah edəcək. Mətndəki məlumatlara əsasında bölgələrdən birini təsvir edən bir esse də yazacaq. Coğrafiya və esse yazdığına görə, Azərbaycan dilinin komponentlərinin riayət olunduğuna görə biz götürürük bunu fənn daxili inteqrasiya. Azərbaycan dilinin son sualı. Şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edirlər. Onlar məsələyə hər kəsin diqqətini çəkməklə problemi həll etmək istəyirlər. Bax, burada problem var. Düzdürmü? Problem var, dəyişiklik səndən başlayır. Devizə altında maarifləndirici çıxış mətni hazırlayırlar. Hazırlıq zamanı elmi faktlardan, insanların davranışlarını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Sonra bunu məktəb auditoriyasına təqdim edirlər. Verilmiş tapşırığa əsasən inteqrasiyanın növü. Dedik ki, fənn üstü var. Düzdürmü? Mən fənn üstü olmayan variantları birinci çıx daşıyıram. 3 variantımızda tək fənn üstü yoxdur. Çünki müəllimlər, burada əgər diqqətli olsaz, eyni fənnin daxilindən söhbət gedəcək. Düzdürmü? Azərbaycan dilində ifadələrdən də söhbət gedir. Düzdür? Biz bunu götürdük fənn daxili, fənn üstü və plastik tullantıların artmasını müşahidə edirlər. Hər kəsin diqqətini çəkməklə problemi həll etmək istəyirlər. Bir mətn hazırladılar. Bu oldu fənn daxili. Elmi faktdan, insan davranışından, təsir ifadələrdən, yəni bura digər fənlərin ümumi xüsusiyyətləri gətirildiyinə görə fənn daxili, fənn üstünü tapdıq. Bir də yerdə qalır nə? Fənlər arası. Fənlər arası. Uyğun olan cavabımız olacaq Y, bəndi. Burada bir neçə fənnin xüsusiyyəti işlənir. Bir deyil, bir neçə fənnin. Keçirik təsvirincə sənətə. Təsvirincə sənət şagird deməli, şagird bədii naxış hazırlanmaq üçün ölçü, simmetriya prinsiplərindən istifadə edir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Deməli, burada ölçüdən söhbət getdiyinə görə ölçü və təsvirinci sənət, bədii naxış fənlərin arasında inteqrasiya var. Düzdürmü? Real həyatda problem olmadığı üçün və yaxud da ki, hər hansı layihə hazırlamadığımız üçün, şagirdlərə sərbəst iş tapşırılmadığı üçün biz bunu fənn üstü kimi götürmürük. Yəni, ən uyğun gələn cavabımız olacaq fənlər arası. Ölçü, bədii naxış. Bərabərdir fənlər arası. 2. Şagird məktəbdə tullantıların düzgün çeşidlənməsi problemini müşahidə edir. Bu problemin həlli üçün təşəbbüs göstərir. Düzdürmü?
Burada artıq biz problem gördük. Deməli, fənn üstü axtara bilərik. Yenə də oxuyaq. Bu düzgün çeşidləmə mövzusunda maarifləndirici afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər, qısa mətnlər vasitəsilə artıq mətndə gördük. Deməli, burada fənlər arası Azərbaycan dili, rənglər, hətta nə bilim, digər xüsusiyyətlər var. Bu daha çox mən bunu görürəm. Azərbaycan dili, təsvir sənətinə əlaqələnməsi və real həyatı problem olduğu üçün. Çünki məktəbdə tullantıların düzgün çeşidlənməməsi prosesi var da. Bu həyati problemdir. Onu fənn üstü kimi götürə bilərəm. Azərbaycan dili təsvir sənət əlaqələnməsi olduğuna görə bax, nə var burada? Mətin var. Mətin olduğuna görə biz onu Azərbaycan dili və təsvir sənətinə əlaqələnməsi götürürük. Yəni düzgün cavabımız olacaq hansı bənd D. Sual 3-də şagirdə müxtəlif həyat vəziyyətlərini təsvir edən real bir səhnə seçilməsi tapşırılır. O seçdiyi səhnəni ifadə etmək üçün yağlı boyadan istifadə etməklə təsviri sənətin müəyyən janrında rəsm çəkir. Sonda isə hazırladığı rəsmin hansı emosional təsir yaratdığını istifadə etdiyi vasitələrdən bu duyğunu necə ifadə etdiyini obrazlı şəkildə əsaslandırır. Burada müəllimlər daha çox təsvir sənət və ədəbiyyatın əlaqələnməsi var. Nə üçün? Çünki burada obrazlı şəkildə ifadə, özünü ifadə etmək ədəbiyyatın xüsusiyyətləridir, fənlər arası və eyni fənnin daxilindən söhbət getdiyi üçün fən daxili inteqrasiya biz bunu seçə bilərik. Keçirəm musiqi. Musiqidə Üzeyir Hacıbəyov və Beethovenin bədii üslubu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkarın emosiyanı daha aydın və təsirli şəkildə ifadə etdiyini müəyyənləşdirin. Bu, yəni eyni fən daxilində olan, musiqinin daxilində Üzeyir Hacıbəyli, Beethoven bu fənlərin daxilində olan inteqrasiyadır. 2-yə keçirəm. Koroğlu dastanından. Deməli, burada dastan gördümsə, deməli, ədəbiyyatla musiqinin əlaqələnməsi, fənlər arası axtara bilərəm. Yenə də tələsməyə oxuyum. Operadakı musiqi ilə bu mətnin emosional ideya yaxınlığını müqayisə edin. Bəstəkarın ədəbiyyatdakı obrazı necə musiqiyə çevirdiyini, aşıq musiqisinin hansı üslub və xüsusiyyətlərini ifadə etdiyini müəyyənləşdirin. Başlamamışdan dedik ki, burada fənlər arası inteqrasiya var, düzdürmü? Fənlər arası və burada bir də musiqi dərsinin, musiqinin komponentləri var. Musiqidir, daha sonra deməli, ədəbiyyat olduğuna görə ədəbiyyat obrazı götürdük, obrazların müqayisəsini götürdük, aşıq üslubundan, aşıq musiqisindən, yəni həm musiqinin öz komponentlərindən söhbət gedir, fən daxili götürürük biz bunu. Həm də ədəbiyyatın xüsusiyyətlərindən, ona görə A variantımız uyğun variantdır. Yəni, musiqi və ədəbiyyatın komponentləri. Keçid edirəm 3-ə. Fikrət Əmirovun Şur simfonik muğamının sizdə yaratdığı emosional hissləri, musiqidə istifadə olunan alətlərin, melodiyanın və tempin bu hisslərin yaranmasına necə təsir etdiyini ifadə edən vizual bir təqdimat hazırlayın. Burada yenə də ədəbiyyatın, biraz da informatikanın xüsusiyyətləri var, fənlər arası və eyni fənnin daxilindən söhbət getdiyi üçün, eyni fənnin xüsusiyyətlərindən, elementlərindən söhbət getdiyi üçün biz fənn üstü, daha doğrusu fənn daxili də götürə bilərik. Növbəti keçid edirik texnologiyaya. Evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla. Bu məlumatlara əsaslanaraq cihazın gündəlik aylıq enerji sərfi və bunun ailə büdcəsinə təsirini müəyyən et. Baxırıq buna. Enerji sərfiyyatını hesablamaq. Bax, mən kimyada səhv eləmirəmsə kimyada bunu deyirdim ki, yəni orada fərqli götürmüşlər. Bəzi testlərdə məsələn təsvir etmək var idi, orada daha doğrusu təsəvvür etmək. Bəzi testlərdə mənim narazılığım var. Çox güman ki, əksəriyyətinizin də olacaq. Amma yenə ümumi baxsaq, yəni yaxşı testlər var tərkibində, cavabların bəziləri istisna olmaq şərti ilə. Deməli, enerji, texnoloji və eyni zamanda bu fizikada hesablamaqda riyaziyyatın komponenti olduğu üçün biz bunu fənlər arası inteqrasiya götürə bilərik. Yəni, bir neçə fənnin elementləri var. 2. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün ölçüsünü seç. Hansı materialdan istifadə olunacağını müəyyənləşdir. Sadə eskizini çəkib onun üstünlüyünü qeyd et. Burada da müəllimlər yenə hesablama,
eskiz, təsviri incəsənət və texnologiyanın xüsusiyyətləri var. Yəni fənlər arası və eyni fənnin daxilində olan elementlərdən işdən söhbət gedəcəyi üçün bunu biz fən daxili inteqrasiyaya götürə bilərik. Düzdürmü? Bəli, düzdür. Keçid edirik 3-ə. Yəni belə tipli testlərdə məsələn tarixdən söhbət gedirsə, eyni zamanda xəritədən söhbət gedirsə, fən daxili, fənlər arası götürə bilərik müəllimlər. O hissələrdə xüsusi diqqətli olun. Şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O bu stullarda balaca şagirdlərin də əyləşdikdə yıxıla biləcəklərini nəzərə alır, artıq həyati bir iş görür. Stulları təmin edir. Məktəb əşyalarına qarşı məsuliyyətli davranmağın vacibliyini yoldaşlarına da bildirmək üçün sinif qruplarına bununla bağlı məktəb əşyaları bizim birgə mülkiyyətimizdir adlı posterlər yapışdırır. Artıq problem var. Problemi həll etmək üçün işin görülməsi. Fən üstü inteqrasiyadır. Qəşəng, yaxşı sualdır. Fən üstü inteqrasiya götürə bilərik. Gəlin görək burada fən üstü ilə bağlı və yaxud da ki əlavə işlənə bilən hər hansı bir inteqrasiya varmı? Yəni burada texnologiyanın xüsusiyyətlərini görürük. Bir də informatikanın poster hazırlamağa görə və yaxud da ki o posteri hər hansı proqramla hazırlayıbsa bu informatikanın xüsusiyyətləridir. Yox, əgər özü çəkibsə təsvir incəsənətin xüsusiyyəti kimi götürə bilərik. Bax, poster hazırlamaq sözündə, hani poster sözü bir saniyə. Diqqətli olursunuz. Çünki bu artıq texnologiyadan çıxıb kənara. Fənlər arası və fən üstü inteqrasiya. Keçirik sonuncu bəndimiz fiziki tərbiyə. Bir saniyə. Deməli, fiziki tərbiyədə bədənin əyilmə qabiliyyəti, sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub 3 əyilmə hərəkətini düzgün yerinə yetirir. Eyni fənnin daxilindədir də fən daxili inteqrasiya. Sadəcə fiziki tərbiyənin daxilində olan əlaqələnmədir. Baxıram 2-yə. 2-də 100 metrlik, 150 metrlik bu vaxtı hesabla bağlı olduğu üçün bunu fənlər arası inteqrasiyaya götürərik və bu eyni fənnin daxilində, eyni fənnin komponentlərini icra etdiyi üçün fən daxili götürə bilər. Yəni qaçışdır, orada sürətdir, gücdür, tənəffüs texnikasıdır, məşq planıdır. Bunların hamısı fiziki tərbiyə fənninə daxildir. Yəni onun elementləridir. Ona görə götürürsünüz A bəndini. Sonuncu sualımız nə ilə bağlıdır? Son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez yorulduğunu, hərəkətsiz qaldıqlarını, çoxunun qamətində əyilmə müşahidə edən şagird, bax bayaqki kimi, yenə bir layihə təşkil edib problemləri həll etmək üçün, düzdürmü, fən üstü var. Eyni zamanda burada fiziki tərbiyənin bəzi elementləri birləşir, bəzi mövzuları birləşir, fən daxili var. Və zülaldan, karbohidrat, əzələlərdən söhbət getdiyi üçün bu da deməli səhv etmirəmsə biologiyanın xüsusiyyətləridir. Deməli, həm fənlər arası var, həm fən daxili var, həm fən üstü. Düzgün cavabımız D bəndi. Ümumi izahımız bu qədər. Ümid edirəm ki, izahın sizlərə faydası olacaq. Əgər faydalı oldusa, videonu bəyənib, paylaşıb, rəy yazmağı unutmayın.